Baxırıq dəst 2, birinci sual. Daxil edilən ixtiyari tam ədədin sıfıra bərabər, böyük və ya kiçik olub olmadığını təyin edən alqoritm blok sxemi qurun. Deməli, ilk öncə olar başlıq hissəmiz. Növbəti şərtimiz olar. Deməli, daha doğrusu şərt deyəndə ilk verilənimiz n ədədini daxil edərik. Həmin n ədədi şərtdə verərik ki, əgər böyükdürsə sıfırdan, davam eləsin, çap eləsin hə qolunda, böyükdür sözünü, əgər böyükdürsə artıq böyükdür sözünü çap eləsin. Digər qolda isə yox qolunda, deməli, digər şərtə daxil olsun, digər şərtimiz olsun n kiçikdirsə sıfırdan, yenə hə qolunda çapa versin ki, kiçikdir. Yox qolunda isə deməli, sıfırdan böyük deyilsə, kiçik deyilsə, qalıb sıfıra bərabərdir. Bərabərdir sözünü çap eləsin. Və yekunda hər biri birləşsin, çapa getsin. Yəni, yekunda bunlar çap idi, daha sonsuz sona gəlir. Yekunda olar son. Deməli, biz qaydada da həmişə demişik ki, əgər bütün ətə toxumdan danışırıqsa, şərtimiz 3 dənə olsa da, baxın, sıfıra bərabərdir, sıfırdan böyükdür, sıfırdan kiçikdir. Yəni, şərt 3 dənə olmağına baxmayaraq, bizim blok sxemimiz 2 dənə oldu. Çünki bütün ətə toxumdan danışırıq. Bu qədər birinci sualımız. Davam edirik ikinci sual ilə. İkinci sualda daxil edilən natural ədədin 8-lik say sistemində ifadə edərək çap edən proqram Python dilində yazın deyir. Deməli, ədədi 8-lik say sisteminə çevirən kod yazmalıyıq. Biz bilirik ki, 8-lik say sisteminə keçmək üçün 10-luq say sistemindən 8-lik say sisteminə keçərkən 8-ə bölüb qalıqları yazmalıyıq və yazdığımız qalıqları tərsinə düzməliyik. Yenə ixtiyari n ədədi daxil olduğuna görə int, input, bu bizim daxil etməmiz. Deməli, sonra müəyyən bir S boş sətri əlavə edirik. Şərtimizdə deyirik ki, nə qədər ki, sıfırdan böyük olacaq, dövrümüz davam eləsin və verilən ədədi hər dəfə 8-ə bölüb qalığı yazsın və yenə sonuncu gələn vəziyyət, yəni 8-ə böldük, davam eləsin. Yəni 8-ə bölüb davam eləsin. Alınan ədədin, verilən ədədimiz nə idisə, hər dəfə 8-ə bölüb davam eləsin. Say sistemində tərsinə düzüldüyünə görə sətr tipində həmən o K qalıqları soldan mənimsətsin və üzərinə sağdan isi gəlsin. Çünki qalıqları həmişə tərsinə düzürük. Ona görə birinci sətr tipində K, sətr tipində K, sonra S üzərinə əlavə eləmişik. Və yekunda print S. Yekunda S-i çap eləsin. Bu qədər. Davam edirik üçüncü ilə. Üçüncü də deyir ki, verilmiş siyahının ədədi ortasından modulca böyük olan siyahının elementlərini çap edən proqramı Python dilində yazın. Deməli, ilk öncə siyahını köçürməliyik. 5, -3, yox, daha doğrusu -39, sonra 15, 20, -9 və -44. Yox, sadəcə 44. Siyahını daxil elədik. Bizdən cəmini istəyir.
Bilirik ki, sam cəm üçündür. A-nı cəmlədiyimiz üçün sam A yazarıq. Ədədi ortasını tapdığımız üçün sayına bölərik. Deməli, siyahını cəmlədik və sayına böldük. Yəni, ədədi ortasını tapdıq. Yekunda dövr eləməlidir. Deməli, for I in A. A-nın hər bir elementində dövr eləsin. Əgər modul, baxın, burada da deyir ki, modulca. Modul I, yəni daxil elədiyimiz i-lərin, siyahının, yəni hər bir elementinin modulu böyük olarsa B-dən onları çap eləsin. Bu qədər. Üçüncü də bu qədər. Yekunlaşdırdıq.